otomatlamasını istəyirsən. İndi də Hə. Saat 1 saat 1 dəqiqə. hazır canlı yayında TikTok'da. Rahat otur. 8 saniye. Bakı vaxtı ilə saat 19-dur. Sağlamlıqla bağlı suallarınıza dərhal cavab tapmaq istəyirsiniz? Ən yaxşı həkimləri sizin üçün əl çatan edəcək. Sadəcə radio diaqnoza qoşulun və canlı efirdə ilkin diaqnozu bizdən eşidin. Həftə içi 5 gün saat 19:00-da Radio Space 104 FM-də Amil Hacıyevin təqdimatında dinləyə bilərsiniz. Radio diaqnoz, unutmayın, düzgün diaqnoz doğru həkimi tapmaqdan başlayır. Akşamınız xeyir olsun Space 104 FM dinləyiciləri. Yeni öz vaxtımızda buradayıq. Radyo diaqnoz olaraq devizimiz də məlumdur. Doğru diaqnoz, doğru həkimi tapmaqdan keçir. Biz də sizə doğru həkimləri tapmaqda yardımcı olmaq istəyirik. Bizim məramımız, məqsədimiz birdir. Azərbaycan dövlət sahəsinin ən peşəkar həkimlərini studiyamıza gətiririk. Studiyamızdan vasitəsilə sizin radiolarınıza qonaq edirik. Suallarınızı verə bilərsiniz. Sizi maraqlandıran məsələlərlə bağlı müzakirə edə bilərik. Və bir daha qeyd edək ki, bizim həkimlər hamısı Azərbaycan dövlət sahəsi üzrə təhsil almış, beynəlxalq təcrübəsi olan, beynəlxalq təhsildə iştirak etmiş kurslarda, konferanslarda iştirak etmiş həkimlərdir. Təbii ki, hamısı Səhiyyə Nazirliyinin sertifikasiya imtahanında iştirak etmiş və sertifikatı olan həkimlərdir. Bugün qonağımız da belə həkimlərdən biridir. Doktor Nərmin Məmmədli, Bakı Sağlamlıq Mərkəzinin fizioterapevt, reabilitoloqu. Doktor, axşamınız xeyir. Axşamınız xeyir olsun. Hər kəs salamlayıram. Bizə qulaq asanları, dinləyənləri. Bugünkü mövzumuz limfostaz olacaq, limfedem. Limfostaz nədir? Nədir? Bunu doktor az sonra biz izah edəcəksiniz. Təbii ki, qarşıda bizim xeyli vaxtımız var, 50-52 dəqiqə. Yəqin ki, limfostaz bəzi insanlara biraz qəribə gələr termin olaraq. Onu qeyd edim ki, bu hamımızın bəlkə də sıx-sıx rastlaşdığı, xüsusilə yaşlı insanlarda, gənclərdə də olur, amma xüsusilə yaşlı insanlarda ayağım şişir, ayağım qızarıb, həddindən artıq şişdi. Bunun bəhanələri çoxdur, ayağımı çox sallamışam, sallaqlı gəzmişəm, böyrəyimdəndir, ürəyimdəndir. Amma bugün doktorun sayəsində biləcəyik ki, bu çox ciddi bir xəstəlikdir. Bunun Azərbaycanda həqiqətən müalicəsi var və doktorumuz da mən bildiyimə görə bu yaxınlarda Türkiyədə məhz limfostazın müalicəsi ilə bağlı böyük bir kursa qatılıb, öyrəndiklərini indi Bakı Sağlamlıq Mərkəzində tətbiq edir. Doktorumuzla əlaqə saxlamaq istəyənlər 055 482 0028 nömrəsinə zəng edə yaza bilərlər iş vaxtında və təbii ki, müayinə və müalicəsi üçün müraciət edə bilərlər. 012 510 32 78 bizim şəhər nömrəmizdir. Buyurub zəng edib doktora suallarınızı verə bilərsiniz və ya maşında, bu tıxacda oturaraq rahat şəkildə 077 800 01 04 nömrəsinə WhatsApp vasitəsilə səsli və ya yazı olaraq bizə SMS-lərinizi göndərə bilərsiniz. Doktor, anonsu özünüz etdiniz, limfostaz, bundan başlayaq. Ümumiyyətlə bu xəstəlik nədir? Onun haqqında məlumat verək. Limfostaz, limfedem də deyirik. Bu, limfatik sistemin müxtəlif səbəblərdən zədələnməsinə, fəaliyyətinin pozulmasına bağlı olaraq, yəni əmələ gələn proteinlə zəngin olan bir ödemdir, bir xəstəlikdir. Yəni ödem şişkinliyi nəzərdə. Bəli, bir ödem şişkinlikdir, xəstəlikdir bu. Demək, bu daha çox qollarda, ayaqlarda müşahidə edə bilirik. Amma təkcə bu ətrafları deyil də, bəzi hallarda zədələnmə nahiyəsindən asılı olaraq genital orqanları, baş boyun cərrahiyyəsindən sonra, hətta üzdə belə biz limfostaza rast gələ bilirik.
Limfostazın özünün bir primer ola bilir. Yəni birincili olaraq meydana çıxan və ikincili olaraq, yəni hər hansı keçirilmiş bir prosesdən sonra meydana çıxa bilər ki, ilkin olaraq primer limfostaz nədir, onun haqqında məlumat verək. Bu uşaqların anadan gəlmə limfatik sistemində bir inkişaf qüsuru olur. Yəni bir hipoplaziya olur, yetəri qədər inkişaf eləmir. Bu doğulduğu andan etibarən də üzə çıxa bilər, yəni uşaq yaşlarında. Daha çoxsa yetkinlik dövründə biz bunu rast gəlirik, 20-35 yaş arası. Yəni normal bir insan hər hansı bir ayağından zədə alır, yaxud da bir infeksiya olur, həmin ayda şişkinlik olur, bu sağalır. Amma limfatik sistemin inkişaf qüsuru olan insanlarda isə artıq bu şişkinlik qalıcı olur və getdikcə həmin nahiyədə şişkinliyin artmasını görə bilirik və xəstələr daha çox bizə bununla müraciət edə bilirlər. Bizim hal-hazırda ən çox rast gəldiyimiz isə ikinci limfostazdır. Bu isə daha çox onkoloji xəstəliklərin müalicəsindən sonra meydana çıxır. Məsəl üçün, süd vəzi xərsəngi olan insanlarda əməliyyat olunur. Əməliyyatdan sonra bildiyimiz kimi bəzi hallarda limfa düyünləri tam olaraq çıxarıla bilir, yaxud da bir neçəsi çıxarılır. Bu isə artıq limfatik sistemdə bir fəaliyyətində pozğunluğa gətirib çıxarda bilir. Həmçinin onkoloji xəstələrdə götürülən radioterapiyası da limfa düyünlərini zədələnmiş olur. Bu zaman qolda bir şişkinliklə özünü biruzə verir, yaxud da abdominal əməliyyatlar, ginekoloji əməliyyatlar zamanı da limfa düyünlərinin zədələnməsinə bağlı olaraq aşağı ətraflarda, ayaqlarda şişkinlik görə bilirik. Təbii ki, bu nə zaman meydana çıxır? Deyək ki, xəstə radioterapiya aldı, əməliyyat keçirdi, bu dərhal üzə çıxacaq. Bu belə deyil. Ola bilsin ki, həmin il müddətində, ola da bilsin 3 il, 5 il, hətta 7 ildən sonra belə bu meydana çıxa bilir. Onun səbəbi ondadır ki, yəni limfatik sistemdə bir durğunluq vardır, bir pozğunluq vardır. Lakin xəstə gedir 2-3 il normal şəkildə qolunu qoruyur, sonrasında isə gedir hər hansı bir ağır bir şey götürür. Yaxud da qadındır, mətbəxdə çox iş görür. Yaxud da həmin nahiyədən o qədər olub ki, gələn xəstələr venə daxili iynələr olunub və bundan sonra artıq həmin qolda bir şişmələrlə özünü biruzə verib. Deməli, limfostazın mərhələlərindən danışaq. Bunun latent mərhələdə başlayır, yəni gizli mərhələdə. Sonrasında isə birinci, ikinci və üçüncü evrə mərhələ limfostazla qarşımıza çıxır, yəni artmış olur. Latent mərhələdə xəstənin nə qolunda, nə ayağında elə bir şişkinlik müşahidə olunmur. Birinci mərhələdə isə artıq yavaş-yavaş şişmələr başlayır. Xəstə, deyək ki, süd vəzi əməliyyatı keçirib, ondan sonra yaranıb, deyək ki, məsələn, qolunu da görür ki, əlin üzərində bir yumşaq şişkinlik vardır və bu yuxarıya doğru yayılır. Həmin xəstəyə biz palpasiya etdikdə, əlimizlə, barmağımızla toxunduqda, həmin nahiyədə yumşaq ödəm olduğu üçün bir çuxur yaranır. Yəni, qolunu yüksək səviyyəyə qaldırdıqda, altına bir deyək ki, yastıq qoyduqda, yaxud da yuxarıda saxladıqda elevasyon vəziyyətində bu şişkinlik azalır. Bu bizə təzə başlanğıclı limfedemi göstərir. Ümumiyyətlə, əgər risk qruplarımız var, bu xəstələrdə iki ətraf arasında ölçüm fərqi 1 sm-dən 2 sm-dən çoxdursa, artıq biz bura limfedemdən şübhələnməliyik. İkinci mərhələsində isə artıq bu şişkinlik sərt bir şişkinlik olur. Yəni, artıq barmaqla həmin nahiyə toxunduqda, basdıqda çuxur yaranmır və dəri sərtləşməyə başlayır. Üçüncü mərhələdə isə artıq fibrotik toxumalar yaranır, fibroz yaranır və o qədər sərt olur ki, bu şişkinlik ümumiyyətlə çuxur yaratmır. İrəli mərhələlərdə şişkinlik çox arta bilir, həmin nahiyələrdə dəri zədələnmələri, hiperkeratoz, papilomalar, infeksiyalar qoşula bilir və artıq elə bir vəziyyətə gəlib çatır ki, xəstə öz ətrafını, məsəl üçün ayağını artıq öz əlaqəsini kəsmiş olur da, ayaq elə bir vəziyyətə çata bilir ki, yəni bu çox böyük bir xəstənin yerişinə mane olur, yəni hərəkətinə, fiziki aktivliyinə mane olur. Bu şəkildə bizim bu xəstələri necə diaqnoz qoyuruq? Limfostazın müalicəsini biz adətən müayinə əsasında qoyuruq. Yəni, öncə yaxşı bir anamnez toplayırıq. Yəni, bu xəstə risk qrupuna aiddirmi? Yanaşı xəstəlikləri vardırmı? Məsələn, ürək xəstəliyi, böyrək xəstəliyi, yaxud da ki, hər hansı bir damar xəstəliyi vardırmı, yəni bunlardan mı qaynaqlanır və limfostazlı xəstələrdə adətən altına belə bir şeylər çıxmır, sadəcə şişliklə gəlirlər və burada biz ətraflarda çevrə ölçümləri eləyirik, yəni gözlə baxdıqdan sonra digər ətrafla müqayisədə ölçülər aparırıq və
Yəni fiziki müayinə əsnasında əsasən qoyulur. Digər müayinə üsullarını isə artıq digər xəstəlikləri inkar etmək istəyiriksə aparırıq. Bunu da qeyd etmək istəyirəm ki, bu xəstələr, yəni çox həkim gəzən xəstələr olur. Yəni qolları şişir, ayaqları şişir, bir çox həkimlərə müraciət edirlər. Bəzilərinin diaqnozları qoyulur, bəzilərinin diaqnozları qoyula bilmir. Yaxud da qoyulduqdan sonra belə sən get, sənin müalicən yoxdur, get taleyinlə, kaderinlə barış deyilir. Yəni, amma bu deyil. İndi hal-hazırda onu bildirmək istəyirəm ki, biz limfödemin, limfostazın müalicəsini aparırıq və apardığımız müalicə nəticəsində xəstələrdən 80-90% hallarda nəticə bəli alırıq. Yəni şükürlər olsun ki, artıq biz bunu tətbiq edirik və bu xəstələrin üzlərini güldürə bilirik. Çünki bizə müraciət edərkən belə mənə bu xəstələr çox ümidsiz şəkildə, hətta yəni bu mənə kömək edəcəkmi? Çünki əksəriyyətin dediyi odur ki, biz çox yerləri gəzmişik, bir fayda götürə bilməmişik. Amma bizim apardığımız müalicə hal-hazırda, yəni Dünya Səhiyyəsinə təsdiq olunmuş limfostazın yeganə konservativ müalicəsidir ki, bu manual limfadrenaj, yəni bu cihaz şəkildə deyil, əl vasitəsilə olunan limfa drenajdır. Onu mən birazdan başa salacağam və kompression terapiyadır. Yəni xüsusi bu işin limfostazın müalicəsinin təlimini görmüş həkim tərəfindən icra olunan Laplace qanununa uyğun bir bandajlama metodudur. Hər halda doktor, bununla bağlı danışacağıq. Bir daha xatırladım ki, qonağım fizioterapevt, reabilitolog, Bakı Sağlamlıq Mərkəzinin həkimi Nərmin Məmmədlidir. Nərmin doktorla əlaqə saxlayıb bu limfostazdan əziyyət çəkənlər və yaxud fizioterapiya və reabilitasiya sahəsində düzgün həkim axtarırlarsa, buyurub 055 482 0028 nömrəsinə yaza və ya zəng edə bilərlər. İş günlərində, təbii ki, iş saatlarında 9-dan 4-ə kimi Nərmin doktor Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərir. Və ya 012 510 32 78 nömrəsinə buyurub zəng edib studiyada suallarınızı doktorunuza ünvanlaya bilərsiniz. 077 800 0104 isə bizim WhatsApp nömrəmizdir. Suallarınızı WhatsApp vasitəsilə də yaza bilərsiniz. Bir məsələni də diqqətinizə çatdırım ki, bizim yayımda dəstəkçimiz var. Bu Harmony Health Hospital'dır. Harmony Health Hospital tibbin yüksək keyfiyyət və etibarlıq standartlarını tətbiq etmək məqsədi ilə fəaliyyət göstərir. Hospital müasir infrastrukturu və beynəlxalq səviyyədə tanınan texnologiyaları ilə hər bir pasiyentə xüsusi diqqət ayırır. Bura peşəkar həkimləri ilə diaqnostikadan müalicəyə, reabilitasiyadan profilaktik tədbirlərə qədər hər mərhələdə yüksək xidmət göstərməyə hazır müasir səhiyyə ocağıdır. Klinikada hər yaş qrupundan olan pasientlər üçün fərdi yanaşma təmin edilir, onların sağlamlığına uzun müddətli dəstək göstərilir. Xidmətin keyfiyyətini daimi inkişaf etdirmək və daha geniş spektrli xidmətlər təklif etmək əsas məqsəddir. Sağlamlıqda etibarlı tərəfdaş olmaq üçün siz də Harmony Health Hospital'a dəvətlisiniz. 010 464 55 55, 012 464 55 55 klinikanın nömrələridir. Klinika Salatın Əsgərova 147 ünvanında yerləşir. Nərmin doktor, limfostaz bəzən yəni bu xəstəlik böyrək və ya ürək mənşəli şiş, ayaqda, ətraflarda olan şişlərdə səhv salınır. Bu xəstəliyin fərqi varmı onun? Varsa nədir? Yəni necə müəyyənləşdirir? İlkin bir insanın ayağı, qolu, yəni bir şişmə varsa ətraflarda necə müəyyənləşdirə bilər? Deməli, ürək və böyrək mənşəli şişkinliklərlə biz limfödemi tamamilə ayırmalıyıq. Ona görə ki, limfostaz, yəni proteinlə zəngin olan bir ödemdir. Yəni bu ödem bir xəstəliyin simptomu olaraq üzə çıxır. Biz əsas fərqi ondan görürük ki, məsələn, xəstə gəlir, hər iki ayağında şişkinliyi var. Ürək və böyrək mənşəli şişkinliklərdə adətən bu şişkinliklər simmetrik olur. Yəni hər iki ayaqda şişkinlik görə bilirik. Amma bu limfostazda isə ayağın birində, yaxud da qolun birində şişkinlik olur və bu şişkinlik getdikcə daha çox sərtləşə bilən bir şişkinlikdir. Təbii ki, biz müalicə eləyərkən də belə, yəni bunu biz diferensiasiya etməliyik. Çünki ürək xəstəliklərində, böyrək xəstəliklərində bizim artıq xəstəyə yanaşmamız biraz daha fərqli olur. Yəni burada daha çox simmetrik və asimetrik olmağına görə biz ayırd eləyə bilirik ki, limfostazda daha çox bir ətrafı tutur, digərində isə ürək və böyrək mənşəlilərdə isə hər iki ətrafı tuta bilir və təbii ki, biz burada kardioloq müayinəsindən, uroloq müayinəsindən keçərək, yəni daha da net diaqnoz qoya bilirik, nədən asılıdır deyə.
Doktor, siz kursda oldunuz, mən bilirəm, qardaş Bəli. ölkədə. Yəni bu sahədə yeniliklər nədir? Bu sahədə yeniliklər hal-hazırda bir neçə illərdir tətbiq olunan bu kompleks dekonjestiv terapiya müalicəsidir ki, bu almanlar tərəfindən kəşf olunmuş və bir çox ölkələrdə tətbiq olunan bir müalicə üsuludur. Bizdə isə yeni-yeni tətbiq etməyə başlayırıq. Yəni bunun əsas müalicəsi kompleks boşaldıcı fizioterapiyadır. Digər tərəfdən əməliyyatları da vardır, bir neçə. Amma yəni onlar da hələ də təsdiqini tam olaraq tapmamış və tam olaraq uğurlu hesab olunan əməliyyatlar deyildir. Əsas istifadə olunur limfavenoz anastomozlar qoyula bilər, amma bu da çox tez-tez tıxanmalar baş verdiyinə görə limfostaz təkrarlaya bilir. Olunan nahiyələrin yuxarısında proksimanda şişkinliklər ola bilir. Yəni bu xəstəliyə ən yaxşı kömək edən, ən yaxşı təsir göstərən, qarşısını alan, şişkinliyi azaldan hal-hazırda, yəni dünya səhiyyəsinin də qəbul elədiyi kompleks boşaldıcı fizioterapiyadır. Bu barədə reklam vasitəsindən sonra ətraflı danışacağıq. Həqiqətən də doktorumuz mənə də maraqlı gəldi, çünki ilk dəfə də eşidirəm, ilk dəfə də bu xəstəliyin belə fizioterapiya ilə asan müalicəsini, asan dedikdə, yəni rahat müalicəsini nəzərdə tuturam. Təbii ki, heç bir şeyin asan bir müalicəsi yoxdur. Doktor Nərmin Məmmədli qonağımızdır. Fizioterapevt, reabilitolog, Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərir. Sevilen radyoda qısa bir reklam aramız var. Ondan sonra biz davam edəcəyik və qulağınız bizdə olsun. Ümid mağazalarından muhteşem indirim. Neot kombi 24 kW. İndi 623 manat değil, 569 manat. Neot yağ radyatörü 97 manat değil, cəmi 88 manata. Benim işledim yakın şey. Yox, qızarmasa mən necə çıxıram? Yok boş. Akşehir'de premium yaşayış kompleksi. Necə gedir doktor? Qayıtma da bilsin. Müalicəyə baş. İlkin ödəniş. Müalicəsindən danışacağıq. Hə, rahat. Все, gel bakalım. İşində olan. Yol bastı. Ve 050 Deməli, doktor, bizim təxminən bundan sonra əsas çətin dövrümüz başlayır. Necə çətin? Deyim də sizə. Tadı çətin var. 4 manat 74 qəpik. 850 milli. Ya bax buna, bax 15 dəqiqə danışdıq. Hələ 45 dəqiqə var. 640 gram. Nə Yox, qədər var? 45 yox. Pomidor. Bundan sonra biz deyirlər reklam nə qədərdir? 16, 32, 1 dəqiqə, 2 dəqiqə, 3 dəqiqə, 3 dəqiqə yarım reklam olsa, 19, hardasa 20, oradan 25 dəqiqə bir danışmalıyıq. Bu ara çoxdur. 25 dəqiqə, 5-6 dəqiqə, yarım saat. Suallar yox da. Var, yığıram mən suallar ikinci hissədə. Türk Prospekti Suallar yığılsın olaraq. Yığıram. Üç dəfə. Telefon 3 dənə var. Yox, doktor rahat olmuyor. 98 00. Yeni müalicə, siz rahat 15-20 dəqiqə müalicədən danışın. Suallar indi gəlir. Başkalarıyla paylaşmak olmaz. Hesap ve kartınızın təhlükəsizliyi üçün daim tədbirli olun. Ətraflı 937 ABB Mərkəzi Bankın 30-12-1992 il tarixli 2 nömrəli lisensiyası əsasında fəaliyyət göstərir. Avtomobilinizin daim saz Ben bir iki cümle danışacaktım mualicədən. Rahat müalicədən bir iki cümlə. Niyə? Çünki onun nəyindən danışır, nəyin başa Məsələn, salmayı. mən suallarla gedəcək. Nə dediniz müalicə avadanlarına? Kompleks, avadan deyil, bu əllə olur hamısı. Kompleks dekonjestiv terapi ya da kompleks boşaltı fizioterapi. Vaxt çatmayacaq. Çünki bu və bayaq dedin, rahat müalicədir. İnan ki, rahat müalicə deyil. Çox əziyyətli bir müalicədir. Rahat yox. Yəni şey düzəltdiyimizə sonra, yəni şeyi var. İnan bir saat ve saat yarım gedir. 2026 Ve insanı fiziki cəhətdən çox yorur. Yalnız Sakfir Sarayda. Yalnız bu gece sahne ulduzlarla, gece unudulmaz anlarla dolacak. Bu gece sizinle Samir Biriyev, Sevda Yahyayeva, Resul Efendi, Natavan Habibi, Ceyhun Zeynalov, Namik Qaraçxurlu, Amine Şirin, DJ Elə suallar verəcəm sizə. Mən bunu ümumiləşdirib deyirəm. Bu sualları iki suallar esas yazıram. ulduzu, Respublikanın xalq artisti Rüya Ayxan, aparıcı Cavit Gül, informasiya Space TV, Space Radio. Boğazın bunu verəsə işarə elə boğazına. Mən başlayayım danışmağa, keçəcəm.
Biri də belə heç başqa bir. Rahat. Bakının Çok əladır, düz əyəcəm. şanlı fəvvarələr Super rahat. Nargis Fondunun Burada təşkilatçılığı söz və tapıb dəstəyi, danışmaq biraz. Soyuq O əllər gün İstiqlal mənim oğlum Xeyriyyə Yarmarkası Elvini 23 dərsi noyabrdan 5 Burun yanvara boğaz, qədər boyun işlənir, Türkiyədə yuyub, işləyib. Sponsorlar. O qədər monoton danışırdı. Əlimi belə qoyub yatırdı. Test, Market, Ozma, Bioderma, Karonushka Kereya, Aşrafi Premium Düyü, Viyana Şokolad Evi, Xırtaxır, Magnolia, Smitilli, Taste of Friendship, Corn Dogs, Çubuq, İtmi, Fatty Cheese, Panda Noodle, Atabey Çiğ Köfte. Rəsmi tərəfdaşlar, Bakı Şəhər İcra Hakimiyyəti, Azər İşıq, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, İPOE, Paşa Holding Təhlükəsizlik Xidməti. Hər il olduğu kimi Xeyriyyə Yarmarkası yeni il sehrini gətirməklə yanaşı uşaqlara və onların ailələrinə ümid bəxş edir. Havalar soyuq olsa da qəlblərimiz daim isti olsun. Space Radio'da reklamları dinlediniz. Fab'dan şok indirimler. Fab Pur demir yapıştırıcısı 7 manat değil 6 manat 30 qəpik. Fab faydasını alanlar bilir. Məhsulu bütün inşaat mağazalarından alabilirsiniz. Sağlamlığın üçün əlindən gələni et. 012 510 32 78 nömrəsini yığ və sualını həkimə ver. Bir daha akşamınız xeyir olsun sevilen radyo dinleyicileri. 104 FM'de yine biz öz vaxtımıza devam edirik. Radyo diaqnozda məqsədimiz odur ki, düzgün diaqnoz qoymaq üçün sizi düzgün həkimə yönləndirək və belə həkimlərdən biri bugün bizim qonağımızdır. Fizioterapevt, reabilitolog, Bakı Sağlamlıq Mərkəzinin həkimi Nərmin Məmmədli, doktorla limfostaz və onun müalicəsindən, müasir yanaşmadan ən əsası danışırıq. Çünki doktorumuz bu yaxınlarda Türkiyədən gözəl bir kursdan qayıdıb və müasir yanaşmaları öyrənib bu xəstəliyin sağalması üçün ən son yenilikləri Azərbaycanda bilən 2-3 həkimdən biridir. Doktor düz dedim yəqin ki. Bəli. Çox az düz qeyd sayda. elədiniz. Bəli, çünki yeni artıq tətbiq etməyə başlayırıq biz bu müalicəni Azərbaycanda. Hər halda uğurlu olacaq, əminəm buna, sizi tanıyıram. Qeyd edim ki, doktorla bu məsələlərlə bağlı, ümumiyyətlə fizioterapiya və reabilitasiya ilə bağlı müraciət etmək istəyənlər 055 482 00 28 nömrəsinə buyurub yaza və ya zəng edə bilərlər, təbii ki, iş vaxtında. Və ya indi 012 510 32 78 nömrəsinə zəng edin, suallarınızı verin və yaxud 077 800 0104 nömrəsinə WhatsApp üzərindən suallarınızı yazın. Doktor, biz limfostazın yaranma səbəbi, digər xəstəliklərlə müqayisəsini apardıq. İndi demişkən əsas məsələ keçək. Səhərdən anons edirdik. Belə deyək, jurnal idini keçək kinosuna. Doktor, ümumiyyətlə bu xəstəliyin əsas müalicə strategiyası nədir? Bunun əsas müalicəsi, müalicənin adı kompleks dekonjestiv terapiya yaxud da kompleks boşalcı terapiya gedir. Yəni bu iki hissəli bir müalicədir. Müalicənin başlanğıcında, yəni ilk etap olaraq biz xəstədə manual şəkildə limfa damarları ilə məşğul oluruq. Bunu necə edirik? Məsələn, şişmiş bir qolda yaxud da ayaqda olan limfa mayesinin manual şəkildə xüsusi texnikalarla, yəni xüsusi hərəkətlərlə, əl hərəkətləri ilə biz sağlam tərəfə yönləndiririk. Sağlam tərəfdə axın yaxşı olduğu üçün bizim məqsədimiz həmin bu zədələnmiş şişkin nahiyədə limfa axınını xüsusi anastomozlar vasitəsilə sağlam tərəfə ötürmək və onun sağlam tərəfdə isə bilirik ki, o dərin limfatiklərə, oradan venos sistemə gedir və oradan isə bədəndən börəklər vasitəsilə, tər vasitəsilə xaric olur. Burada əsas dəri altında yığılmış həmin bu sərtliyi manual şəkildə biz məşğul olduqda xüsusi burada icra olunma qaydası vardır. O hərəkətlərlə həmin bu maye limfatik kaplyarlara, oradan kollektorlara, limfa damarlarına, düyünlərinə, oradan isə dərin limfatiklərə gedərək, yəni axını bərpa etmiş oluruq. Bu manual limfa drenajın, yəni bir də bunu vurğulamaq istəyirəm ki, biz bunu presoterapiya ilə, yəni cihaz müalicəsi ilə qarışdırmayaq. Çünki çox bir klinikalarda tətbiq olunan limfa drenaj cihazları vardır ki,
Bu limfostaz xəstəliyi müalicəsində istifadəsi çox da məsləhət görülmür. Söhbət o corab kimi geyinilir. Geyinilir və ondan orada gedir. sıxma və buraxma hərəkətləri ilə müalicə edildiyi sanılır, amma bu müalicə deyil. Çünki limfostaz proteinlə zəngin ödəm olduğuna görə, yəni burada tək başına həmin o dekompressiya cihazı bu mayeini qova bilər, amma buradakı sərtlikləri, fibrozu parçalaya bilmir. Əksinə xəstənin ayağı daha da bərkimiş olur, yəni bizim işimizi daha da çətinləşdirmiş olur. Bizim amma etdiyimiz manual limfa drenaj vasitəsilə daha düzgün müalicə aparmış oluruq, daha düzgün yönləndirmiş oluruq və bununla da kifayətlənmirik. Burada qeyd etmək istəyirəm ki, MLD-nin həm də analgezik təsiri, ağrı əleyhinə təsiri də vardır, analgezik. Üzərindən isə biz cilt bakımı eləyirik, dərini nəmləndirilir və üzərindən kompleks boşaltıcı terapiya aparılır. Bandajlama aparılır, çox qatlı bandajlama. Bandajlama vasitəsilə isə interstisial təzyiq artırılaraq həmin bu mayenin limfatiklərə keçməsini və oradan yenə deyirəm ki, ümumi sistemə gedərək xaric olmasına kömək eləyir. Bunun istifadə etdiyimiz bandajlar isə bu demək olar ki, çox Azərbaycanda yeni bizim cəhdimizlə gətirilən ürünlərdir ki, yəni istehsal olunan, sırf limfostaz üçün ürədilən, istehsal olunan məhsullardır. Bir xəstə üçün olur, yoxsa dəfələrlə istifadə olunur? O bir xəstə üçün biz dəfələrlə istifadə edirik, yəni sterilliyə əməl eləyərəkdən. Yəni bir xəstə onu təşkil edildikdən sonra bir neçə gün ondan istifadə edirik. Amma onun biz qısa gərim bandajlarıdır. Yəni biz istifadə elədiyimiz bu uzun gərim bandajı deyil. Elastikliyi azdır, bəli. Yəni bunun daha çox xəstə hərəkət edərkən faydası daha çox olur, daha çox kompressiya edir. Və bu bandajlamanı da biz rastgele eləmirik. Biz bunun təlimini keçmişik. Yəni burada xüsusi Laplace qanununa uyğun şəkildə distaldan proksimala doğru bir bandajlama aparırıq. Və xəstəliyin mərhələsindən, yəni bizə müraciət etdiyi vəziyyətindən asılı olaraq müalicə kursu bir həftə, 10 gün, 15 gün, bəzi ağır xəstələrdə 20 gündə çəkə bilir. Və yekun nəticə olaraq şişkinlikdə biz 70-80, bəzi xəstələrdə lap erkən müraciət etmişsə bir 90% nəticə alırıq. Amma təbii ki, müalicə bununla da bitmir. Yəni burada xəstə və həkim təması çox, birlikdəliyi çox önəmlidir. Nəyə görə? Çünki biz artıq bu yoğun fazdır. Yəni daha çox məsələn 10-15 günlük olan hər gün aparılan prosedur fazıdır. İkinci faz isə artıq qorumadır. Burada isə xəstəmizin özündən çox şey asılıdır. Biz xəstəmizə şişkinliyi azaltdıq, keçirdik, necə qorumalısan onu başa salırıq. Burada isə sonrasında olunacaq idmanlardır, dəri baxımıdır, sonrasında isə kompression geyimlərdir. Onların çox əhəmiyyəti vardır və biz bunları xəstələrə izah edirik. Yəni həkimlə xəstə işbirliyi, yəni birlikdəliyi olduqda xəstələrdən çox yaxşı fayda götürə bilirik. Doktor, dinləyicimiz soruşur ki, kompression corablardan istifadə edə bilərəmmi bu xəstəlik vaxtı? Bu xəstəliyin sırf müalicəsində kompression corablar müalicə etmir. Sadəcə deyək ki, şişkinlik başlayır, xəstə onu geyinir ki, ən azı xəstəlik yavaş-yavaş irəliləsin. Amma tək başına kompression geyim, yəni corablar müalicə deyil. Və limfostazın müalicəsində bizim bu bildiyimiz çox istifadə olunan varikoz corabları kimi deyil. Onlar üçün xüsusi ürədilən, xüsusi istehsal olunan düz örgü corablar var. Sırf limfatik sistemin limfostazın müalicəsində istifadə olunan. Yəni tək başına müalicə deyil, sadəcə bir miqdar irəliləməsini qarşısını almır da yavaşladır. Amma istifadəsi mütləqdir. Yaş 65, limfostazdan əziyyət çəkirəm, eyni zamanda şəkərli diabetəm. Həmin bu kompression vasitələr əks təsir göstərərmi mənə? Əgər bir xəstəmizin şəkərli diabeti varsa, təbii ki, biz onu yanaşı müayinələrdən aparırıq. Yəni ciddi arterial yetməzliyi yoxdursa, təbii ki, istifadə edə bilərik. Doktor, ümumiyyətlə yenə dinləyicimiz sualdır ki, mən bu gün ərzində nə qədər istifadə etməliyəm və ya yanlış corab geyinsəm, kompression corabdan söhbət gedir, bu mənim limfostazımı daha da artıra bilərmi? Yanlış corab fəsadını bizim corablarımızın da özünün basınc səviyyələri var. CCL 1, 2, 3 kimi qiymətləndiririk. Aşağı və yuxarı ətraflarda biz bu təzyiqi corabların orta basınc mı verək, yüksək basınc mı verək? Yəni o xəstənin durumundan asılıdır. Fibrotik toxuması varmı, yoxmu, erkənmi, başlanğıc mərhələdədirmi, son mərhələdədirmi?
Yəni verəcəyi fəsad çox olmaz da, verəcəyi faydası az ola bilər. Yenə də, yəni xəstəliyə uyğun, əgər limfostazdısa, yəni öncə bir diaqnoz dəqiqləşdirilməlidir ki, bu limfostazdırmı? Xəstəliyə dinləyicilər yazıb ki, yəni ürək mənşəlidir, böyrək mənşəlidir, yaxud da lipödemmidir, filobel limfostatik ödəmdirmi? Yəni dəqiqləşdirildikdən sonra düzgün verilən corab, yenə deyirəm, xəstəliyi müalicə eləməsə də, bu mütləqdir ki, bir miqdar qarşısını alsın. Çünki biz müalicələrimizdən sonra da xəstəyə gündüz bu corablardan təyin edirik, kompression giysisi. Bu isə yəni günlük olur. Yəni gün ərzində geyinib istifadə Doktor, edilir. elə dinləyicimizin sualından ilhamlanaraq bir məsələni danışaq. Ümumiyyətlə, diabet xəstələrində limfostaz. Bu fizioterapiyasıdır, dediyiniz xüsusi müalicə növüdür. Bir əks təsiri yoxdur. Mən yenə demək istəyirəm ki, əgər burada ciddi bir arterial yetməzliyimiz yoxdursa, arterial tıxanmamız damarlarımızda yoxdursa, biz onun müalicəsində istifadə edə bilərik. Həm də məsələn, şəkərli diabet xəstələrində bizim çox tez-tez rastımıza gələn qızıl il xəstəliyi, selülit çox rastımıza gəlir. Onun özü də ikincili olaraq limfa sistemini zədələyib limfödem verə bilər. Yəni biz təbii ki, hər xəstəni götürməzdən qabaq, biz ona əgər ehtiyac varsa, yanaşı xəstəliyi varsa, mütləq şəkildə biz bir Doppler müayinəsi istəyirik, bir damarlara baxarıq. Çünki ciddi arterial yetməzlikdə bizim bu edəcəyimiz müalicədə yəni əks göstəriş ola bilər. Sırf şəkərli diabet deyil, arterial yetməzliyi varsa əgər. Doktor, bu prosedur nə qədər çəkir? Yəni bir prosedur və bir kurs neçə gündən ibarətdir və bizim dinləyicilərimizi, nəinki dinləyicilərin boynuna atmayım, hamımızı maraqlandıran bir məsələdir ki, bu ağrılı prosesdirmi? Yəni xüsusi dərman vasitələrindən falan istifadə olunurmu? Bu prosesdə heç bir dərman vasitəsindən istifadə olunmur. Yəni heç bir dərmanın da limfostazı müalicə edəcək qüvvəsi yoxdur. Yəni bunu buradan demək istəyirəm. Yəni boş-boşundan xəstələrə yazılır diuretiklər, çox yanlış yazılır. Çünki diuretiklərin özü də mayeni azaltsa da proteini azaltmır. Yəni bunların heç bir faydası yoxdur dərmanın. Bizim müalicə müddətimiz erkən mərhələlərdə gəlirsə 3 gün, 4 gün, 5 gün, 7 gün. İrəliləmiş mərhələdə gəlirsə, çox bir şişkinliklə gəlirsə 2 həftə, 3 həftə. Yəni ortalama 1-3 həftə arası dəyişə bilər müalicə müddəti. Və ağrılı proses də deyildir. Əksinə manual limfodrenaj vaxtı xəstələrdə ağrı kəsici təsirdə olduğuna görə çox rahatlama istəyirlər. Üzərindən kompresiya olunur. O da ki, yəni problemli bir şey deyil xəstələrin. Dinləyicimiz soruşur, bir kurs müalicənin qiyməti. İndi təxminən bilirəm, o fərdi olan bir şeydir. Yəni xəstənin vəziyyətinə görə dəyişir. Minimal və maksimal bir rəqəm deyə bilərmi doktor? Yəni deməyə də bilərsiniz. Mən burada tam olaraq qiymət deyə bilməyəcəm. Çünki mən burada qiyməti desəm, gərək bugün səhərə qədər biz bandajların qiymətindən, müalicənin qiymətindən, corabların qiymətindən danışaq. Yəni müalicə müddətindən və xəstənin gəliş mərhələsindən, xəstəlik mərhələsindən asılıdır. Bəli, gedin və radiodiaqnozdan gəlmişəm desəniz, əminəm ki, doktor endirim edəcək. Çünki bizim verilişə gələn həkimlər biri endirim edirlər. Bizə Harmony Health Hospital radiodiaqnoz verilişindən qulaq asıb gəlmişəm deyəndə avtomatik 20-25% endirim alırlar. Biz də o endirimi edərik inşallah. Bəli, Nərmin doktor qonağımızdır. Nərmin Məmmədli, Bakı Sağlamlıq Mərkəzinin fizioterapevt, reabilitoloqu. 055-482-0028 nömrəsinə zəng vurub doktorun müalicə və müayinəsinə müraciət edə bilərsiniz. Mütləq də qeyd edin ki, radiodiaqnozda qulaq asıb gəlmişik və endirimi də əldə edin. Doktorumuz söz verdi bizə. Eyni zamanda çox gözəl mütəxəssisdir. Limfostaz xəstəliyi, onun sağalma metodundan danışırıq. Doktorumuz Türkiyədən böyük bir beynəlxalq kursdan qayıdıb Azərbaycanda bu xəstəliyi müalicə edə biləcək yeganə deyilib, parmaqla sayıla biləcək deyək doktor. 2-3 həkimdən biridir. Buyurun, müraciət edin. Doktor, bunu danışıq. Bəs bu proses, bu xəstə limfostaz müalicə edirik. Bizdə avtomatik sual yaranır. Bu məsələ kökündən həll olunurmu, yoxsa bu hər hansı bir mərhələnin qarşısını mı alır? Mən də belə bir şey demək istəyirəm ki, hər hansı bir xəstəlik deyək ki, hipertansiyon xəstənin təzyiq xəstəsidir, xəstə şəkər xəstəsidir. Bu kökündən həll olurmu? Təbii ki, dərmanlar içməsə olur. Yox, diabet artıq bir həyat tərzidir. Bəli. Yəni, dərmanlarını içməsə, diyetinə fikir verməsə, şəkəri də qalxacaq, təzyiqi də qalxacaq. Eləcə də limfostazın müalicəsi. Biz nəticə aldıq, şişkinliyin çoxunu apardıq, vəziyyətimiz yaxşıdır, xəstəyə ev tapşırıqları veririk. Özünü qoruma metodlarını göstəririk. Əgər onlara riayət edirsə
və çox ağırlaşmamış vəziyyətdə gəlirsə, yəni biz bunu kontrol altına ala bilirik. Çağırırıq bir neçə müddətdən bir. Ehtiyac varsa ikinci kursu da edirik, ehtiyac varsa üçüncünü də edirik. Yox, əgər xəstə özü, yəni özünə qarşı disiplinli, yəni məsuliyyətli bir xəstədirsə, xəstə bizim müalicəmizdən sonra özünü qorumağı da bacarır. Amma təbii ki, erkən mərhələlərdə gəlirsə müalicə müddəti də az olur. Gecikmiş mərhələlərdə gəlirsə müalicə müddəti uzana bilir və xəstənin qoruma fazından çox şey asılı olur. Doktorcumuz, belə bir sual var ki, xüsusi bir idmanları varmı? Təəssüf ki, biz radioyu ancaq bizi eşidə bilirsiniz və ya TikTok sosial şəbəkəsində, Amil Hacıyev səhifəsindən izləyə bilərsiniz. Gəlin, bu dinləyicimiz soruşur ki, xüsusi bir texnikası varmı, doktor öyrədə bilərmi? Gəlin belə deyək, siz Nərmin doktora, Bakı Sağlamlıq Mərkəzinə müraciət edin. Heç olmazsa 3 seans alın, doktor sizə ev tapşırıqları verəcək və ondan sonra işiniz asanlaşmış olacaq. Bunu deyə bilərəm ki, yəni bu sadəcə idmanlarla həll olunan bir problem deyil. Sadəcə yeni başlayan şişkinliklərdə, məsələn, qoldadırsa qolunu sallamamalıdır, ayaqdadırsa çox ayaq üstünə durulmamalıdır. İdmanlar verirsə də biz çox ehtiyatlı şəkildə kompressiya altında o idmanları eləməyini məsləhət görürük. Yəni müalicəni götürmədən olunacaq yanlış idmanlar xəstəyə fayda yox, zərər verə bilər. Doktor, bəs bu xəstəlikdə müalicə aldıqdan sonra, yəni şişkinlik azalandan sonra, qarşısı alandan sonra üzməkdir, gəzməkdir, yüngül idmanlar, bunlarla məşğul olmağa icazə var? Biz onlara icazə veririk, amma kompressiya altında. Məsəl üçün, gəzməyə icazə verərik, 10-15 dəqiqəlik gəzinti eləyər, bir 5-10 dəqiqə istirahət eləyər, sonra 10-15 dəqiqəni fasilələrlə. Məsələn, orada istifadə elədiyimiz ayaq pəncə pompa idmanlarımız var. Yəni müəyyən idmanlara icazə veririk, amma ağırlıq idmanlarını qəti şəkildə xəstələrə qadağan edirik. Çox ayaq üstə durmaqdır, ağır fiziki işdir. Bunların hamısı limfatik sistemin yükünü artırır. Yəni qaydasında, miqdarında, kompressiya altında olunan idmanlardan fayda götürülür. Aşırı yüklənmələr isə xəstəliyi əksinə daha da şiddətləndirib artıra bilər. Çünki elə xəstələr çox gəlirlər. Yəni müayinə edirik, 3 aydan sonra deyir gələcəm müalicəyə, gedir bütün işlərini görür, ayağını da şişirdir gəlir, yaxud da qolunu. Doktor, dinləyicimiz soruşur ki, fizioterapiya aparatı, konkret desək, pnevmatik kompresiya cihazı kömək edərmi mənə? Mən bu bayaq dediyim xəstəlik... Mənə də dinləyicimiz sualı edir. Bəli. Bu mənim bayaq izah etdiyim cihazdır ki, limfostazın müalicəsində bu cihaz elə də faydalı deyildir. Bəlkə erkən mərhələlərdə bir miqdar xəstələrdə azalma görünə bilər, amma yəni bu qarşısını alıb müalicə deyildir cihaz. Yəni bunu artıq birinci, ikinci, üçüncü mərhələyə gəlmiş xəstələr də çox yaxşı bilirlər ki, yəni o cihazdan çox da fayda götürülmür. Yəni təzə şişkinliklərdə bir miqdar azalda bilər, amma nə qarşısını almır, nə də xəstəliyi müalicə etmir. Doktor, yəni ən ağır mərhələdə yaxınlaşsa xəstə, sağalma faizi... Bəli, onun da sağalma, sadəcə müalicə müddəti uzanır. Orada da şişkinlik... Daha çox xərcə düşür. Daha çox xərcə düşür və yəni sağalma digərlərinə 10 gün eləyiriksə, bu xəstəyə artıq bir 20 gün, məsəl üçün ortalama deyirəm, vaxt sərf eləyirik. Daha çox zəhmətimiz daha çox olur. Yəni, amma şişkinlik yenə də 80-90% hallarda bu şişkinlik geriləyir. Və dinləyicimizdən sual gəlib, bizi hamımız maraqlandırır ki, mən nəticəni nə vaxt görəcəm? Nəticəni neçə seansdan sonra? İkinci, üçüncü seansdan sonra artıq gözlə görünür dərəcədə fərq olur. Doktor, dinləyicilərimizin sualları ilə davam edək. Dinləyicilərimiz suallar ünvanlayır. İstəsəniz 077 800 0104 nömrəsində WhatsApp üzərindən yaza bilərsiniz və ya 012 510 32 78 nömrəsində indi zəng edib studiyamıza canlı bağlana bilərsiniz. Yox, bunların heç birini etmək istəmirsinizsə, birbaşa Nərmin doktorla əlaqə saxlamaq istəyirsinizsə 055 482 0028 nömrəsinə zəng edə yaza bilərsiniz. Doktor, bir məsələ var, dinləyicimiz yazır ki, mən işimlə əlaqədar uzun uçuşlar həyata keçirəm. Necə təsir edə bilər? Məndə limfostazın ilkin əlamətləri müşahidə olunur. Ümumiyyətlə, uçuşlar bu xəstələr üçün biraz daha kritikdir deyək. Çünki burada təzyiqlər fərqi olduğuna görə şişkinliklərdə xeyli artımlar, yəni sürətləndirə bilər prosesi. Sadəcə belə bir məsləhət verə bilərəm ki, gəlsin müalicə olunsun. Əgər gələ də bilmirsə, mütləq şəkildə uçuş vaxtı kompression geyimini geyinsin. Qolundadırsa, ayağındadırsa... Yazmayıb hansı nahiyəsindədir dinləyicimiz? Bəli, o geyimi, corabları mütləq şəkildə uçuş vaxtı olmalıdır. Doktor, bəs havanın necə, təsiri varmı? Bəli, var. Onu bayaq danışacaqdıq, ola bilər atlamışıq.
Yəni biz bu xəstələrə, risk qrupunda olan xəstələrə, yaxud da qarşımıza çıxan limfa ödəmli xəstələrə ilkin olaraq biz isti, məsəl üçün yayda gedib zaqar götürməsini istəmirik. Günəş altında qalmasını istəmirik. Çünki burada bir günəşin təsirindən, istiliyin təsirindən burada bir aktiv hiperemi yaranır. Yəni damarlar genişlənir, toxum arası maya olur, amma limfatik sistem o qədər fəaliyyəti pozulub ki, bu ödəmi geri çəkə bilmir. Yəni yayda bu xəstələrdə də şişkinliyin artması gözləniləndir. İsti havadan, zaqardan, günəşdən, aşırı aktivlikdən, ağır idmanlardan uzaq durmasını məsləhət görürük. Eyni məntiqlə dinləyicilərinizin sualını ümumiləşdirib verirəm, heç kim inciməsin. Çünki bəzən 3-4 dinləyici eyni sualı verir, ona görə birləşdirirəm. Doktor, təbii ki, qış mövsümüdür. Bizim sevdiyimiz bir məşğuliyyətimiz var, xüsusilə kişilərdə, xanımlar da geri qalmır. Hamam və sauna. Qəti şəkildə isti prosedur, hamam, sauna məsləhət görülmür. İsti suda belə çimmək bu xəstələrdə məsləhət görülmür. Çünki yenə deyirəm, burada damar istəməz damarlarda bir dilatasiya olur, genişlənmə olur və toxuma arası maya da arta bilir. Limfatik sistemdə bunu qaldıra bilmədiyi üçün, zəif olduğu üçün, yəni bu şişkinlik artır. Soyuq havada necə? Onda əksinə proseslər başlayır? Əksinə deyil də ən azı qalıcıdır, yəni proses eyni tempdə gedir. Amma isti havalarda şişkinlikdə artma müşahidə olunur çox hallarda. Doktor, bəs bu dinləyicimin sualıdır ki, məndə hədsiz şişkinlikdir. MR, yəni bildiyimiz MRT, maqnit rezonans tomoqrafiya məsləhətdirmi? Mən yenə deyirəm, bu şişkinlik birincisi nədən yaranıb, nədən sonra yaranıb və hansı bir onkoloji prosesdən mi sonra yaranıb, yəni bilsək ki, nədən sonra yaranıb. Yəni biz limfostazın diaqnozunu qoymaqda MRT-dən istifadə etmirik, sırf onun diaqnozunu qoyuruqsa. Yox, əgər yanaşı xəstəliyi varsa, biz başqa bir xəstəlikdən şübhələniriksə ki, o xəstəlik gətirib limfostaza çıxardır, onda yanaşı istəyə bilərik. Amma sırf limfostazın diaqnozunda biz MRT-dən istifadə etmirik. Doktor, bayaq siz müalicədən danışarkən tez-tez bir sözdən istifadə edirdiniz ki, dəriyə qulluq, dəriyə qulluq. Bəli. Bu haqda da bir məlumat verək. Dəriyə qulluq ondan ibarətdir ki, bu xəstələrdə dəridə çox quruluq olur. Dəridə quruluq ola bilir, çatlar ola bilir, infeksiyalar inkişaf eləyə bilir. Yəni biz dərinin pH-ını normada saxlamalıyıq. Onun üçün pH-ı 5.5 kremlərdən, losyonlardan daimi dəri nəmləndirilməlidir. Nəmli qalmalıdır ki, yəni burada infeksiyalar inkişaf eləməsin, dəridə quruluq, çatlar olmasın. Çünki burada o qədər durğunluq olur ki, bu xəstələrdə çox-çox akut infeksiyalar keçirə bilirlər. Tez-tez selülit ola bilir, tez-tez qızıl yel ola bilir. Hətta bizim bu müalicələrimizdən sonra bu atakalar xeyli azalmış olur. Doktor, dinləyicilərimizdən tez-tez bu sual gəlir. Manual limfa drenaj. Doktor, hansı protokoldan, hansı ardıcıllıq və texnikadan istifadə edir? Bunun ardıcıllıq və texnikasını, yəni uzun bir ardıcıllıqla gedir. Bu Voder tərəfindən, Alman Voder tərəfindən təşkil olunmuş bir metodikadır. Yəni burada ilk öncə biz, bunu mən danışaraq izah eləmək biraz çətindir. Çünki bunu özünü öyrənmək, tətbiq eləməyin özü belə bir sırf manual əl hərəkəti. Əl hərəkətləri ilə biz sağlam tərəfdən ilk öncə limfatik sistemi uyarırıq, limfaları boşaldırıq. Sonrasında isə həmin şişkinlik olan tərəfdən xüsusi qayda ilə sanki mədənimizdə bizim anastomozlar var da, yəni bir damarda tıxanıqlıq varsa, digər damarlarımız var, limfa damarlarımız. Biz həmin o anastomozlara, digər damarlara yönləndiririk. Həmin hissəni aktivləşdiririk. O şəkildə patoloji nahiyədən sağlam nahiyəyə, oradan isə bayaq dediyim kimi dərin limfa damarlarına, venozlara, oradan isə böbrəklərə və xaric edirik bədəndən o limfa mayesini. Xüsusi texnikalarla olunur, amma onu dilindən demək deyil də görmək lazımdır. Dinləyicimizin sualı var. Yaş 55, ikinci dərəcə limfostaz. Mənə masaj məsləhət görür. Xeyr, burada əksinə masaj olunacaq, kör-körünə masaj buradakı şişkinliyi daha da artıra bilər. Mən burada qeyd eləmək istəyirəm ki, manual limfa drenaj masaj deyil. Xüsusi əl hərəkətləri ilə, xüsusi hərəkət ilə limfa mayesinin qovulması. Yəni bu masaj deyil, biz bunu masajla qarışdırmayaq. Masaj bu xəstələrdə şişkinliyi artırır.
bölgə sıxılır, kompressorun müəyyən damar keçirməzliyi yaradır. Bəli, burada biz masaj eləyirik. Həmin nahiyədə yenə damarları genişləndirmiş oluruq. Daha fazla qan gətirir, daha fazla yük gətiririk. Limfatik sistem normal olmadığı üçün bu yükü geri daşıya bilmir və şişkinlik getdikcə artır. Dinləyicimizin sualı var. Mən müalicə prosesindəyəm. Qəribədir, bir həftədir fizioterapiya alıram. Xüsusilə ultrasəs və UVC olunur. Bundan sonra ağrılarım artıb, dəridə qızartı var. Bunu nə üçün edir? Biz ümumiyyətlə ikinci mərhələdir o da qeyd edib. Limfostazın müalicəsində qəti şəkildə biz fizioterapiya istifadə eləmirik. Yəni elektroproseduralar eləmirik. Bizim etdiyimiz elektroterapiya deyil. Əl vasitəsilə qovmaq, limfatik damarları açmaq, üzərindən kompresyon, yəni xüsusi ürətilmiş bandajlardan istifadə etmək. Yəni fonodan, tensdən yaxud da digər elektroterapiya üsullarından limfostazda xəstə fayda görməz. Tamam olaraq xəstənin limfostazı yoxdur. Bizindən bir zədəsi vardır. Bəli, biz hətta həmin nahiyyə olunacaq. Bizim müalicədə istifadə etdiyimiz müəyyən məsəl üçün teritoriyalar var da. Məsələn, qolunda problemi varsa biz kürək tərəfidir, ön tərəfdən bədənin sol yarısıdır deyək ki, sol qolunda problem varsa, həmin nahiyyə iynə terapiyası, quru iynə olsun, elektroterapiya olsun. Yəni onların hamısını biz istifadə eləməyə icazə vermirik. Yəni ola bilər şişkinliyi olar, amma başqa mənşəli olar, dizini zədələnmiş olar. Yəni başqa bir problemi olar da ona uyğun götürər. Ondakı o şişliyi azalar, amma sırf limfostazdırsa heç bir əhəmiyyəti yoxdur o prosesin. Doktor Nərmin Məmmədli, Bakı Sağlamlıq Mərkəzinin fizioterapevt reabilitoloqu qonağımızdır. 055-482-0028 doktorumuzun nömrəsidir. Çox bir maraqlı mövzuya toxunmuşuq. Limfostaz Azərbaycanda müalicəsi, belə deyək, müasir üsullarla müalicəsi indi başlayır və doktorumuz da o mütəxəssislərdən biridir ki, sırf bu sahəni öyrənmək üçün vaxtını, zamanını ayırıb Türkiyədə xüsusi kurs keçib və bu müalicəni sizin üçün asanlaşdırıb. Müalicənin özünü yox, sizin müalicə prosesini asanlaşdırıb ki, artıq belə bir müalicə üçün xarici ölkəyə getməyə ehtiyac yoxdur. Doktor, radyomuzda 104 FM-də qısa bir reklam aramız var. Ondan sonra təbii ki, davam edəcəyik. Bid mağazalarından möhtəşəm indirim. Neon su qızdırıcı 24 kW faallı indi 187 manat değil, 149 manat. Deyil, danışamayız. Dəstək 84 manat 90 qəpik değil, cəmi 58 manat 90 qəpik. Neçəyə gəldik? Masada soğanlar da gəlirmiş ha. Reklamlar. Raffle Edition Akşehir'de premium yaşayış kompleksi, geniş parking, ağıllı ev sistemi, fitness zalı, konsiyerj xidməti, 7-24 və Akşehir 7-8 dəqiqə vaxtınız var. Siz o birisinə keçək. Limfada. 288. Suallar var burada. Suala yine gələcək. Bir şey veriş bağlanıcı, sual bağlanır. Limfoderin. Lipödem. 4 manat 78 qəpik. 200 gram eti poket çeşitleri 2 manat 48 qəpik. Limfostazın sualı varsa onları tamamlayaq. Gəlsə, açılsa baxacağım. Şeydir. Tam istediğiniz. Ama görsün. Qış gəlir. Arada profesyonel suallar da gəlir. Almanmalı. Şukun Plastik. Ünvan. Atatürk Prospekti 118A. Aral Plaza. Telefon 050 590 98 00. Alfa Kart artıq həm də fiziki kartdır. Övladınız üçün fiziki Alfa kartı ABB Mobile'dan və ya abb-bank.az-dan sifariş edə bilərsiniz. Narahat olmayın, nəzarət yenə sizdədir. İndi sifariş edin. Övladınızı yeni maliyyə dostu ilə tanış edin. Ətraflı 937 ABB Mərkəzi Bankın 30-12-1992-ci il tarixli 2 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Bir şəkillə göstərə bilmirik də. İndi efirə çıxsaq, nəticələri də göstərərik. Xəstələr daha belə inamlı olurlar. Az qaldı. Sorular yazılmış. Suallar varsa sualları deyək. Başqası lipödemdən danışarıq. Space Radio'da reklamları dinlediniz. Şok şok şok. 25
kiloqramlıq Fabkin keramika yapışdırıcısı 7 manata deyil, 4 manat 90 qəpik. Hər ikisində ustama hədiyyə kuponu var. Fab faydasını alanlar bilər. Məhsulu bütün inşaat mağazalarından ala bilərsiniz. Sağlamlıqla bağlı suallarınıza dərhal cavab tapmaq istəyirsiniz? Ən yaxşı həkimləri sizin üçün əl çatan edəcək. Sadəcə radio diaqnoza qoşulun və canlı efirdə ilkin diaqnozu bizdən eşidin. Həftə içi 5 gün saat 19:00-da Radio Space 104 FM-də Amil Hacıyevin təqdimatında dinləyə bilərsiniz. Radio diaqnoz, unutmayın, düzgün diaqnoz doğru həkimi tapmaqdan başlayır. Bəli, doğru diaqnoz, doğru həkimi, düzgün həkimi tapmaqdan başlayır. Biz də bu məqsəd və məramla yola çıxmışıq. Azərbaycanın ən peşəkar həkimlərini, öz sahələrinin ən yaxşı mütəxəssislərini dəvət edirik. Bugün belə mütəxəssislərdən biri fizioterapevt, reabilitoloq Nərmin Məmmədli qonağımızdır. Çox maraqlı mövzudur. Bəlkə də Azərbaycanda tibb sahəsində verilişlərdə, radio, televiziya verilişlərində ümumiyyətlə bu sahə, yəni toxunulmamış bir sahədən danışdıq və danışırıq da limfostaz. Doktor icazə versəydiniz dinləyicilərimizin suallarla davam edək, çünki bizim üçün əziz olan onların suallarıdır. Soruşurlar ki, müalicə dövründə və müalicədən sonra bandajları nə qədər taxmalıyam? Bandajları nə qədər taxmalıdır? Bizim əsas əgər xəstə irəliləmiş mərhələdə gəlirsə, fibrotik toxunması çoxdursa, yəni dəridə sərtlik çoxdursa, dəri dəyişkənlikləri varsa, yəni bunun qoruma müddəti də biraz uzun çəkir. Yəni bu xəstələrə adətən biz gündüz corablarını geyinməyi, bizim təyinatımız əsasında normal, yəni düzgün basınçla seçilmiş düz örgü corablarını geyinməsini məsləhət görürük. Gecələr isə yəni bizim etdiyimiz kimi, yəni oxşar, sadə bir kompression öyrədirik xəstəyə. Onlardan istifadə edir. Yaxud da ki, artıq düzdür, Azərbaycanda biz tapmamız çətin olsa da biz bunu xaricdən gətirdiririk. Xüsusi gecə bası geyimləri var ki, o xəstəni zəhmətdən də qurtarır, yəni kompresiya zəhmətindən. Gecələr də ondan istifadə edir. Yəni əgər irəliləmiş mərhələdədirsə, yəni ən azı bir 6 ay, 7 ay müddətində biz ciddi şəkildə qoruma fazını aparırıq. Yəni də xəstəliyin mərhələsinə asılıdır. İlkin mərhələlərdə gəlibsə artıq buna çox da ehtiyac olunur. Yəni gündüz bizim apardığımız bir 10 günlük müalicə bəs edir, sonrasında isə corablarını geyinir xəstələr. Doktor, maraqlı məsələdir. Xəstəmiz 38 yaşı var. Abdominoplastika əməliyyatı keçirmişəm, şişkinlik var. Doktor məni müalicə edə bilərmi? Şişkinlik ayaqlarındadırmı? İndi dinləyicimiz yəqin ki, doktora qulaq asır, bununla bağlı yaza bilər. Şişkinlik əməliyyat sahəsindədir. Yəqin ki, əməliyyat sahəsində. Onu da mən biraz qısa deyim o şəkildə. Məsələn, əməliyyat yerində olan şişkinliklər, lap süd vəzi onkologiyası sonrası olsun, biz buna məmə süd vəzi ödəmi deyirik. O ödəmlər olsun. Hal-hazırda xarici ölkələrdə deyək, indi bizə də gəlir, yavaş-yavaş tətbiq edirik. Manual limfa drenaj, plastika sonrası, abdominoplastika sonrası aparılan manual limfa drenaj çox yaxşı şəkildə şişliyi endirir. Xəstəliyin sağalma müddətini çox sürətləndirir. Yəni onda belə istifadə edirik, bəli. Biz ümumiyyətlə, yəni hamımız özümdən götürürəm hər şeyi, nümunəni də özümdən çəkirəm. İstənilən xəstəlik ağırlaşmasa, həkimə müraciət etmirik. Siz də danışığınız ərzində, müzakirəmiz ərzində onkoloji məsələlərə toxundunuz. Və yəni heç kimi qorxutmaq təbii ki, fikrimiz yoxdur. Doktor, ümumiyyətlə limfostaz müalicə olunmasa nələrə gətirib çıxarda bilər? Limfostaz müalicə olunmasa, birinci, yəni xəstədə çox bir diskomfort olur. Yəni təsəvvür edin, bir qolda neçə kilo şişlik var, bir ayaqda neçə kilo şişlik var. Yəni xəstənin hərəkətini mane olur, xəstə gəzə bilmir. Sonrasında dəri o qədər sərtləşir, tez-tez infeksiyalar olur. Dəridə artıq ziyillər deyək, papillomalar deyək, elə bir dəyişikliklər olur ki, yəni ayaq tamamilə ayaq formasından keçir. Təsəvvür edin, ağırlaşmış neçə kiloluq bir ayağı insan necə daşıya bilər? Ağırlaşmış ayaq demişkən dinləyicimizdən sual var. Bilirsiniz ki, yəni doktor, siz bilirsiniz, dinləyicilərimiz üçün deyim ki, fil xəstəliyi deyilən bir xəstəlik var. Fil xəstəliyi elə bu limfostaz xəstəliyidir. Bəli, onun soruşur ki, xanım 65 yaş. Fil xəstəliyi bir ayağımda həddindən artıq böyükdür. Doktor məni konkret verir sualı, xanım. Nə qədər müddət o şişkinliyi maksimum azalda bilər? Birinci biz xəstəni görməliyik nə üçün? Xəstənin böyrək və ürək problemləri varmı?
əgər böyrək və ürək tərəfdən, arteriyalar tərəfdən bir problem yoxdursa, bir də ki, manual şəkildə biz o sərtliyə baxmalıyıq ki, bu sərt illərin ödəmidirsə, çox güman ki, bu çox bir sərt ödəmidir, 65 yaşı varsa. Yəni bu xəstəyə 15-20 günlük, mən gözdən görməmişəm, ortalama deyirəm. Bir vaxt lazım olur ki, şişkinliyin ən azı bir 60% azalsın, 70% azalsın. Buyurun 055 482 Yanaş xəstəliklərimiz yoxdursa. 055 482 0028 Nərmin doktorun nömrəsidir. Zəng edin və bu xəstəliyi 15-20 gün dedi. Qoy olsun 1 ay. Belə deyə doktor maksimumu götürək. Doktor sizə gözəl nəticə əldə edəcəyini sizə buradan bəyan etdi. Düzdür, həmişə biz deyirik, tibbdə bir zəmanət deyilən bir şey yoxdur. Amma doktor maksimumu edəcək. Deyin ki, radiodiaqnozdan gəlmişik, bu müalicə prosesində də endiriminizi əldə edin. Yayında göstərdiyi dəstəyə görə biz Harmony Health Hospitalın kollektivinə və rəhbərliyinə təşəkkür edirik. Harmony Health Hospital tibbin yüksək keyfiyyət və etibarlıq standartlarını tətbiq etmək məqsədi ilə fəaliyyət göstərir. Hospital müasir infrastrukturu və beynəlxalq səviyyədə tanınan texnologiyalar ilə hər bir pasiyentə xüsusi diqqət ayırır. Bura peşəkar həkimləri ilə diaqnostikadan müalicəyə, reabilitasiyadan profilaktik tədbirlərə qədər hər mərhələdə yüksək xidmət göstərməyə hazır müasir səhi ocağıdır. Klinikada hər yaş qrupundan olan pasientlər üçün fərdi yanaşma təmin edilir, onların sağlamlığına uzun müddətli dəstək göstərilir. Xidmətin keyfiyyətini daim inkişaf etdirmək və daha geniş spektrli xidmətlər təklif etmək əsas məqsəddir. Sağlamlıqda etibarlı tərəfdaş olmaq üçün siz də Harmony Health Hospitala dəvətlisiniz. 010 464 55 55, 012 464 55 55, klinika Salatın Əsgərova 147 ünvanında yerləşir. Doktor Bayaqçı xanım yazıb abdominoplastika, yaş 38, bəli, həm əməliyyat sahəmdə, həm də sağ ayağımda şişkinlik var. Bəli, müalicə olunandır. Yəni bu əməliyyata mı bağlıdır doktor, yoxsa bu xəstəlik olub əməliyyat vaxtı aktivləşib? Yəni orada limfatik sistemdə görünür bir problem olub. Yəni baxmaq lazımdır, amma yəni müalicəsi vardır. Bir daha Nərmin doktorun nömrəsini xatırladım, 055 482 0028 Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərir, yaxınlaşıb doktor Nərmin Məmmədli desə sizi yönədəcəklər. Doktorum, təşəkkür edirəm, çox sağ olun, həqiqətən vaxt necə gəldi, keçdi, bilmədim. Daha bir xəstəlik haqqında öyrənmiş oldum və dinləyicilərimizə də ümid edirəm faydalı oldu. Çox sağ olun, mən də sizə təşəkkür edirəm. Bütün izləyicilərimizə, qulaq asanlarımıza da Allah xəstələrimizə şəfa versin inşallah. Təşəkkür edirəm doktor, bir daha bütün dinləyicilərə, bizi dinləyənlərə, 104 FM dinləyicilərinə də minnətdarlığımızı bildiririk. Sabah yenə eyni saatda eşidilərik. Sevilən müziklər, Sağ. sevilən radioda. TikTok-u bağlamışıq səsi. Mən indi o xəstəyə necə deyim ki, sən limfa düyünlərini zədələyiblər. Dünyadınız. Deyə bilmərəm Tamam axı. deyil. Doktor, tam səmimi deyirəm. Düz reklama pul qoymuşdum. Amma orada da reklam qoyucu mənə 220 dinləyicini keçdimsə, 320 dinləyicini keçdimsə, pulu bağlayır. Maksimum keçdi, onu çoxdan keçmişim. Hələ mənim tam səmimi deyirəm. 2320 nə qədər dinləyicim var. 19-20-dən aşağı yayında canlı yayın düşmədi. Yəni şeydə düşmədi yani. Məndə hələ 19-20 nəfər Bu mövzu elədir. Bu mövzu bu aktual mövzudur. reklam eləmiş. Bu xəstələr onda görə ehtiyac var müalicə. Sən bunları nəticə göstərim də. Real. Canlı göstərim. Bunları necə paylaşmışsın? Paylaşıram. Səhvsiz seçdim ha. Çox qəşəng mahnıdır bu. Bütün danışdıqlarımız da buradadır.